Bilirsiniz ki ben bir dediğim sözü, bir toxunduğum mövzunu eyniyle tekrarlamağı seven adam değilim. Ama bu çok vacib mövzu olduğuna göre tekrara, hele ətrafı ile bir yerde danışmağa gerek var, ihtiyac var. Heç kim belə şeylərə toxunmur. Əli Kərimdə düşüb ortaya prezident olacağım, ha prezident olacağım. Her hakimiyetin bir muhalefeti var. İlhamın da muhalefeti Müsavat AKCP'dir. Prezident olmak için gerek götünü verirsen. Bəli, prezident olmak için dalını vermek lazım. Yalan söhbətlərdir bu, prezident olacağım. Xalqı aldatmaktan başka bir şey yoktur. Ben de arada bir bugün elə öz-özümə fikirləşirəm, bu camaat niye prezident olmak istəmir? Camaat niye belə eləyir? Sən demə dalını verməyəni prezident koymurmuşlar. Məlum oldu ki, biri var xalqın sevdiği Paşinyan kimi hakimiyyətlər, Avropa ölkələri kimi hakimiyyətlər, bu başka məsələ. Bu prezidentlər, baş nazirlər dalını, arvadını vermir, kaseti zada olmur. Ama bir de var ki, dünyaya hökm eləmək, dünyanı idarə eləmək. Məsələn, Fransızlar gətirdi İrana, şah gətirdilər, şahı devirdiler, Xumeynini gətirdilər. Elə mi? Elə. Adam neydi? Pedofil. Adamın bir sürü kaseti vardı. Adamın ancak kitablarında neden yazırlar? Eşkəklə cinsi əlaqə girəndə hansı dua oxunmalıdır? Anadan olan 1 yaşına kadar uşaqdan cinsi əlaqəyə girəndə hansı dua oxunmalıdır? Eyni cinslilərlə hansı dua oxunmalıdır? Hinduşka qayranda hansı dua oxunmalıdır? Ancak bundan başka bir şey bilmirdi. Onun yazılardan da məlumdur ki, onun ümumiyyətcə Fransada serialını çəkiblər. Eşşəkdən, nə bilim, nəyinə gətirlər qoydular İranın başına. O vaxt. Yine bu Əli Hamineyi abırlı adamdır. Onunla baxanda çox. Değerli mədələrim, değerli soydaşlarım, sizin başınızı alladırlar. Yalan deyirlər. Əli Kərimli də alladıb sizi. İlham da alladıb sizi. Hamı sizi alladıb. Bəli, hamı sizi alladıb. Bir xalq cəbhəsi var. 3 yerə bölünür. Bir hissəsi xalqa xidmət eləyir. Bacardığı qədər olan da çoxu türmədədir. Bir hissəsi değerli mətələrim, Daxili İşlər Nazirliyi ilə bağlıdır. Bir hissəsi DTX ilə bağlıdır. Bir hissəsi Erməni ilə Erməni ilə yox. Bir hissəsi İranla bağlıdır. Bir hissəsi Kürdlə bağlıdır. Bir hissəsi nə bilim Rusla bağlıdır. Başını bırakın ki, həqiqət buradadır. Həqiqət buradadır. İndi görün sizə nələr deyəcəm, nələr. Bircə kəlmə səhv deyəndə, denən elə efirdə mənə baxdığın yerdə belə bax, tüm üzünə qabil, səhv deyirsən. Bircə dənə səhv desəm, üzümə tüpürməsən şərəfsizsən buradan. Ona görə mənim başıma bu qədər pul qoyublar da. Ona görə yazıq Əli Kərimlidir. Sıtılmamışdan 2-3 gün qabaqda 2-3 dəfə video elədi. Dedi ki, İlham Əliyevin qorxusu yeganə Avropadakı blogerlər. Avropada kim var? Başınıza dönüm sizin. Xədicə İsmail'in dünən efirə verdim. Xədicə İsmail'i. Dedi ki, bütün o muhalefet dediğiniz adamların yarısı iktidardadır. Ne danışırsınız siz? Ne danışırsınız siz? Benim heç kimim yoktur. Göyde Allah yer demez bunlardan başka. Bak en sevdiğim adam. Arif Yunus'un. Kardeşi Ramiz Yunus İlham'ın koruması altına girdi. Osman kızı, bacısı Dekan, bacısı oğlu Qarabağın kuratorudur. 2. adam İlham'dan sonra Qarabağ'da. Allah. Başkalarının da diyeyim mi? Hay kardeş o kadar muhalefetçiler diyelim. Mesela götürün Fikrət kardeşi. Fikrət kardeşi hardadır? Seyran hardadır? O ciddi heykələ baş əydi. Başınıza dönün. Hamı bu dünyasının o dünyasını fikirləşməsə də, hamı bu iktidarın gələcəyini fikirləşib. Ay kardeşler, bacılar, sizi alladırlar. İndi gerçəkləri mən deyəcəm sizə. Gerçəkləri mən deyəcəm sizə. Avropada kim mübarizə qalıb? Hansı mübarizədən danışırsınız? Ha? Deyim sizə.
Osman qızı hökumətə bağlıdır, bütün nəsli kökü vəzifədədir. Aya, Osman qızı deyir, məndən imtina eləyiblər. Mənim qardaşım balalarda məndən imtina eləmişdi. Niyə Səncərdə belə xidmət eləməyə qoymadılar? Ay Osman qızı. Qurban Məmmədov. Ha, Qurgen. Mən burada bir dənə Kapital Bank, Sberbank, nə bilim, nəsə qoysam. Ha? O kart neçə dəqiqəyə bloklanar? Neçə ildir kart qoyub İlhamın Mehribanın kartını milyonlar yığır, ha? Corbacor Heydər Əliyevin ölüm günündə Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyasının belə deyim, üzvü Əlibəy Kərimlinin öldürdüyü bilirsiniz ki, hər kəsə məlumdur. Azərbaycan hakimiyyəti onu Heydər Corbacorun ölüm günündə öldürtdürdü. Bundan öncə isə Bayram Məmmədovu Heydərin doğum günündə öldürtdürmüşdü Türkiyədə. Və mən Facebook səhifəmdə Manaf Cihazadədə belə bir post paylaşdım və çağırış elədim Avropada yaşayan cəbhəçilərə. Avropada dostlar bugün yüzlərlə, minlərlə cəbhəçi yaşayır. Fransada, Hollandiyada, dünyanın hər yerində, Almaniyada. Və mən Facebookda status yazıb paylaşdım ki, sizin əqidə yoldaşınız Əlibəy Kərimlini İlham Əliyev rejimi həbsxanada öldürtdürdü. Və bugün Avropada yaşayan yüzlərlə, minlərlə cəbhəçinin %90%'nin siyasi oturumu var. Və mən çağırış elədim ki, gəlin belləyin. Avropada, dünyanın hər yerində, harada cəbhəçi yaşayır. Səfirliklər, Azərbaycan səfirliyinin qabağına gedən Əlibəy Kərimlinin şəkillərini çıxararın, gedən etiraz aksiyaları təşkil edən bütün səfirlərin qabağına. Məsələn, mən İsveçrədə yaşayıram, mən hazır Berin şəhərində Azərbaycan səfirliyi yerləşir. Mən bu barədə Facebookda status paylaşdım. Heç bir reaksiya da olmadı. Facebookda mənim dostumda cəbhəçilər də var. Facebookda Əli Kərimlinin Azərbaycanın bir nömrəli müxalifət lideri, mama müxalifət lideri bugün həbsdədir. Nə onun həbsinə kimlərsə çıxdı, etiraz elədi, məhkəməsinin önünə getdilər sadəcə. Və ən önəmlisi, bir cəbhəçini öldürürlər və buna bütün partiya səssiz qalır. Mən başa düşmürəm. Əli Kərimli sizə icazə vermir, Manafın sözünü eşidəsiniz, Manafın çağırışına gedəsiniz, səfirlərin qabağına Əlibəy Kərimlinin şəklini çıxarıb, Heydərin Corbacor olduğu gündə cəbhəçi, bir gəncə, 20 neçə yaşında bir cəbhəçini hakimiyyət öldürdü. Niyə qorxursunuz? Axı sizin hamınızın siyasi fəaliyyətdən dolayı gəlmişsiniz bura. Hamınızın siyasi oturumunuz var burada. Niyə gəlib burada eləmişsə? Axı sizin əqidə yoldaşınız idi Əlibəy Kərimli, hə? Bax, buradan məni izləyən bu cəbhəçilərə, istir Azərbaycanda, istir Avropada yaşayan cəbhəçilərə, niyə susmusunuz? Niyə Əlibəy Kərimlinin şəklini çıxarıb Avropadakı Azərbaycan səfirliklərinin qarşısına getmirsiniz? Oturub fikirəsiniz ki, bir gün siz də siyasi oturumu, işçi oturumuna çevirib Azərbaycana gelib gələsiniz, eləmi? Ona görə soxmusunuz içinizə, bilət. Orada dağ boyda oğlanı, gəncəcik oğlanı öldürdü bu hakimiyyət, bilət. Niyə mən dəstək olmuşsa, niyə gəlmişsiniz səfirliklərin qabağına? İsveçrədə nə qədər cəbhəçi var? Özünə jurnalist, daşşağımın başı deyən belə cəbhəçilər var. Niyə soxmuşsa içinizə bilət? Niyə gəlmişsə Əlibəyə öldürdülər orada? Bugün o Əlibəyə sabah sənə, mənə olacaq. Hamımızı bir-bir dənləyəcək bu rejim. Hamımızın bir-bir başını əkəcək. Niyə gəlmişsiniz səfirliklərin qabağına? Niyə getmirik Avropa parlamentinin qarşısına? Heç gör bundan danışan oldu mu qardaş? Öldü, getdi söhbət. Bir neçə gün danışıldı, Əlibəy Kərimli həbsxanada öldürüldü hakimiyyət tərəfindən. Heydərin Corbacor olduğu gün. Heç bundan danışan oldu mu? Baxın, cəmi 3 gün. Heç 3 gün də danışılmadı. Bir ya 2 gün danışıldı. Əlibəyi öldürdülər, qanını da batırdılar. Heç bundan danışan oldu mu? Ay cəbhəçilər, ay xalq cəbhəsinin üzvləri, Əli Kərimlinin verdiyi sənədlərlə gəlmişsiniz Avropada, oturum almışsınız. Qənimət Zahidin dəstək məktubundan oturum almışsınız hamınız. Niyə bugün çıxmırsınız, Hardasınız?
Hardasınız? Sizə sual verirəm, hə? Niyə Azərbaycan səfirlərinin qarşısına gedib Elibək Kərimlinin şəklini çıxarıb, hə? Niyə etiraz aksiyaları keçirmirsiniz? Əli Kərimli sizə icazə vermir, hə? Pulu kəsilər, hə? Bəyinizin pulunu kəsər, hə? Nə söyüşdən daşım, söyüş qoyum gəlməyəni, yoxsa o gəlməyənlərin hamısını soyun batırım burada, neyiniyim mən? Niyə gəlmirsiniz? Dağ boyda Əlibək Gəncəcik oğlanı belə necə öldürdülər içərdə, qanını da batırdılar, heç bundan danışan yoxdur, ucu. Baxıram Facebook'a, daha bundan danışan yoxdur. Hətta bəzi cəbəslər futboldan nə bilim şəkil paylaşır, futbol oynadıq, nə bilim bəzisi yeyib içməkdən şəkil paylaşır. Hani hə, hardasınız? Niyə gəlmirsiniz? Yaxşı Azərbaycanda bilirik, sizin represiyalar, nə bilim nələrlə. Siz Avropada yaşayırsınız. Avropadakı sizə represiya olmayacaq. Gedirsiniz, polisten icazə alırsınız, gedirsiniz səfirliyin qabağına. Ya da ki mənim kimi heç icazə da almıram. Gedirəm bilət. Çünki yaşadığım ölkə, məsələn İsveçrə yaşayım, İsveçrə federal qanunvericilikdə belə bir maddə var ki, söz ifadə azadlığı var. Sən 3 nəfərə qədər gedib səfirliyin qabağında icazəsiz miting təşkil edə bilərsən. Bilmirsiniz, gedin internetdə araşdırın, ChatGPT deyilən bir şey var. Sənin cəbhəçi, ay cəbhəçi, sənin əqidə yoldaşını öldürdü İlham Əliyev. Nə soxub içinə oturmuşsan, yalandan həyat qurmağa gəlmişsən bura. Mənim bu illərdə saqqalım, saçım ağardı, saçım tökülü, saqqalım ağardı. Həyatı qurmağa qalsaydım, mən də burada həyat qurardım da özümə. Amma qurmuram. Qurmamışam, qocalmışam, əldən düşmüşəm. Amma bugün də bu hakimiyyətə qarşı vuruşuram, nifrətim var. Sən bu boyda sənin əqidə yoldaşını vurub öldürün hakimiyyət içərdə. Sən heç nə olmamış kimi boş-boş qənimət sahibi, osu, busu, boş-boş çıxıb orada danışırsınız. Siz nə ilə məşğulsunuz? Cəmaatın başını qatmaqla məşğulsunuz siz. Saat 6, 7, 8 olsun, çıxın 1-2 saat canlıda bir qonaq da çağırın, boş-boş danışım. Qabil Məmmədov, sən ki cəbhə belə, Əli bəy belə, hani? Niyə çıxmırsan Almaniyada səfirliklərin qabağına, Əli bəyin şəklini çıxarıb? Sən çıx, var yox nə nəhlət, buradan gedirəm Almaniya, Berlindəki o, sən ged oraya, mən də gələm Almaniya. Berlində sənlə birlikdə Əli bəyin şəklini tutacam Almaniyada səfirliyin qabağında. Bu nədir? Bugün sizi öldürəcək Qabil və digər cəbhəçilər. Bugün Əli bəyi öldürdülər, sabah səni, məni, Avropada Vüqar Rızanı, nə bilim kimləri öldürdülər. Vidadi İskəndərlini öldürdülər. Bunlar dənliyirlər bir-bir, tık. Bir də baxarsınız ki, yoxdur, hamını öldürüblər. Ayıb olsun, ayıb olsun bunlar, ağır olsun bunlar sizə bunlar. Gəlmişsiniz, siyasi oturma almışsınız bunlar, boş-boş nağıl danışmaqla məşğulsuz. Mən prezidentə məruzə eləyirəm, konkret adlarla bu şəxslər yüksək vəzifələr tutur. Bunlarla bir yerdə Azərbaycanda milli dövlət qurmaq mümkün deyil, demokratiyada qurmaq mümkün deyil. Və bu adamlar müstəqil hərəkət edə bilməzlər, çünki zamanında çox konkret. Bu adamlar əməkdaşlıq eləyiblər və bu gün də Rusiya onlardan istifadə eləyəcək və onları təzyiq eləyəcək. Baxın, nə nazir dəyişdirilir, nə arxiv açılır, nə də həmin şəxslər haqqında hansının ki, mən siyasının prezidentə təqdim edir, hər hansı bir ölçü götürülmür. Üstəlik, mənim ətrafımda iş başlayır. Məndən xəbərsiz kadrlar təyinatları başlayır. Əvvəlki kimi mənə informasiya axını gəlmir, informasiya axını yavaş-yavaş məhdudlaşmağa başlayıb. Sirayətin bəy, kim aparırdı bu işi? Bu Naxçıvandan idarə olunurdu? Bu iş komanda daxilində bu iş həm Moskvadan idarə olunurdu. Moskvanın buradakı rezidenturası tərəfindən idarə olunurdu və Naxçıvanın da bura təbii ki, Heydər Əliyevin də təsiri vardı. Heydər Əliyevin birbaşa əlaqəsi olan adamlar vasitəsilə. Üzrsən, bəs niyə prezident buna göz yumurdu? Gəldi fevral ayı çıxdı. Fevral ayı sizə deyim ki, milli adlandırılan hakimiyyətin kritik dövrü idi. Həmin dövrdə bilirsiniz, ilk növbədə korpus komandiri Sürət Hüseynov vəzifəsini uzaqlaşdırdı. Ardınca da qapalı iclasda Rəhim Qaziyev istefa verməyə məcbur edildi. Və həmin Rəhim Qaziyevin istefa verməsi də mənim çıxışımdan sonra oldu.
və bu qapalı iclasında istiqramı bu günə qədər açılmayıb. Təsəvvür edin ki, bu addımlar atılır, yəni Rusiyanın burada artıq imkanları məhdudlaşdırılır və biz artıq qəti belə deyək də, inqilabi dilindən desək, hücuma keçmək, təmizləmək işi aparmaq yerinə və sırf milli dövlət quruculuğuna başlamaq yerinə tam tərsi oldu. 93-cü fevral ayından sonra hadisələr tamamilə başqa istiqamətdə getməyə başladı. Bir faktı deyim sizə, misal üçün 123 saylı Sürət Hüseynovun nəzarətində olan polk həmin dövrdə ləğv olundu. Bu polkun təhvil alınması, səhv etmirəmsə 26-27 marta qədər davam etdi. 4 gün sonra aprel ayının 1-də Gəncədə hərbi birlik yaradıldı və eyni zamanda həmin polkun yerində briqada yaradıldı. Mən də sizə sual verirəm. Gedin araşdırın jurnalistsiz. Necə olur ki, Moskvanın adamı olmaqda şübhə olunan adamlar uzaqlaşdırılır, onların polku buraxılır, amma həmin polkun yerində, həmin Sürət Hüseynovun nəzarətində olan 123 sayılı polkun yerində briqada yaradılır. Bunu kim eləyə bilər? Kimin səlahiyyəti vardır buna? Ancaq prezident, ali baş komandan və müdafiə naziri. Yəni, ən azı formal hüquqi baxımdan başqa heç kim buna gücü çatmaz. Və həmin dövrdə sonra nə olur? Mən dəvət olundum, dedilər prezident çağırır. Keçdim, arxası mənə olan yaşlı bir adam oturmuşdu, tanımırdım həmin dövrə qədər. Mən əl verib görüşdüm. Sonradan Əfəz bəy təqdim elədi İmam Mustafa'yı. Sən demə, hansısa ərəb o vaxtı sərkərdələri, burada ərəblərin yürüyüşü olan vaxtı, bu o qədər buradan zinət əşyaları toplayıb, qızıl və başqa zinət əşyaları ki, bu o qədər çox olub, apara bilməyib. Bir hissəsini Qəbələ rayonunun Vəndam kəndində falan yerdə dəfn eləyibdi və o xəzinəni çıxarmaq lazımdır. Bilirsiniz, bizim büdcəmiz boşdur və bizim çox böyük ehtiyacımız var. Lal Cəvahirət fondu yaratmışıq. Bunu İmam Mustafayev prezidentin yanında sizə təklif edib. Bunu mənə artıq o dillənmir. Əfəz bəy deyir mənə. Amma İmam Mustafayevə istinad edir və o yeri də bilirlər və sizə göstəriləcək o yer. Yəni, mən elzam olundum Bakıdan Qəbəliyə. Qızıl axtarışına. Tapdınız? Təbii ki, orada heç nə yox idi. Onu mən bilirdim.